Biraz öncə qeyd elədiyim həmin Andranikin sərkərdəsi ki var idi, Selikov, general Selikov. Həmin Selikov 1918-ci ildə Göyçədə, belə deyək, Göyçənin baş bilənləri, ağsaqqalları görürlər ki, bu belə getməyəcək. Bunun qarşısını almaq lazımdır, bunu aradan götürmək lazımdır. Və Qaraymandan Məşədi isə Zoddan Səməd ağa, ondan sonra Şiqayadan Kör Tanrıverdi, Daşkətdən Hacı Rəhim belə məsləhətə gəlirlər ki, Selikovla görüş təşkil eləyək və onu aradan götürək. Selikovun öldürülməsi hadisəsindən sonra ermənilər Azərbaycanlılardan bu qisası almaq üçün, bu qisası əvəzini almaq üçün fikirləşirlər ki, ən bunların öndə olan insanını biz məhv eləməliyik. Və necə eləməliyik, kimləri eləməliyik. Burada Zod kəndindən Səməd ağa, Daşkətdən həmin Aşıq Ələsgərin şəhərdir, sevimli şəhərdir, Aşıq Nəcəf olur. Bu 1919-cu ildə olur bu hadisə. Və bunları barışıq adı ilə çağırırlar Basar Keçərə. Təəssüf ki, bu barışığa Aşıq Ələsgərin özü etiraz eləsə də, amma bu insanlar gedirlər həmin barışığa. Və ermənilər onları təliyə salırlar, Səməd ağanı orada öldürürlər, Aşıq Nəcəfi isə bir neçə gün saxlayandan sonra Basar Keçərlə Çaxırlının arasında Küllü Təpə deyilən bir yer varmış. Həmin Küllü Təpədə Aşıq Nəcəfi faciəli şəkildə öldürüblər. Demək, sazını deməli, sazda ifa eləyə-eləyə belinə odlu samavar bağlayıblar. Həmin orada onu o faciəli şəkildə öldürüblər. Ağsaqqalların söylədiyinə görə, eyni zamanda Sərraf Şuriyənin Aşıq Nəcəf və Gülüstan dastanında yazdığına görə Aşıq Nəcəfin 5 oğlu olubdur. Həmin övladlarını da ermənilər atın qabağına qataraq gətiriblər. Hətta onu uşağın biri, az yaşlı olanın biri atın qabağında elə nəfəsi kəsilib, ürəyi partlayıb ölübdür. Onları da Aşıq Nəcəfin gözünün qarşısında diri-diri bastırıblar.